Uşaqda göz kontaktının zəif olması, adı ilə çağıranda zəif reaksiya, nitqin gecikməsi, təkrar hərəkətlər, sosial maraqsızlıq və sair kimi əlamətlər autizmə şübhə yaratsa da, bəzən bu autizm yox, adi ekran sindromu da ola bilər. Bəzən buna virtual autizm də deyilir. Bu uşağın uzun müddət telefon, televizor, planşet qarşısında qalması nəticəsində yaranan funksional psixoinkişaf ləngiməsidir. Ən çox 2-5 yaş arası uşaqlarda görülür. Autizmdən fərqli olaraq sonradan yaranır, ekranla əlaqəlidir və geri dönən prosesdir. Bəs səbəbi nədir? Beynin dil və sosial mərkəzlərinin passivləşməsi, passiv stimul aktiv ünsiyyətin qarşısını alır. Uşaq eşidir, amma danışmır. Qarşısını almaq isə çox sadədir. Ekranı sıfıra endirmək, canlı oyunlar oynamaq, gündəlik üz-üzə danışmaq, bircə kitablar oxumaqla çox vaxt 2-3 ayda ciddi irəliləyiş görülür. Əgər ekran tam kəsildiyi halda heç bir irəliləyiş yoxdursa, 6 aydan sonra belə göz kontaktı yaranmırsa, sosial münasibətlər formalaşmırsa, bu zaman psixiatr müayinəsi lazım olur.